Salam, 112 yardım xidməti. Sizin... Bakın, benim atam 2 aydır ki ikinci düşür. Ben hələ düşürdüm. Baxın xanım, sakit olun. Sizi tanıdım. Təşkilatımız əlindən gələn hər şeyi eləyir. Amma hələ də ya bir dəlil ya da bir xəbər tapmamışıq. Amma əlimizdən gələn hər şeyi... Eləmişsiz, eləsəydiniz əgər atam bugün yanımda olardı. Səbirli olun xanım. Çox xahiş edirəm, həm də bizə kömək eləyin. Qonumdan, qonşudan soruşun, bəlkə görən ya işdən olur. Soruşmuşsun, elə bilirsin soruşmamışsın. Döymədiyiniz qapı belə qalmayıb. Baxın, mənim atam çox qocadır və Alzheimer xəstəsidir. Əgər siz onu tez bir şəkildə tanımasanız, onu dönəcək gücü belə qalmayacaq. Bilirəm xanım, qurumumuz seyrdəki bütün kameraları açdırıb. Bugün içində xəbər gəlməlidir. Gələn kimi sizə zəng eləyəcəm. Nə zəng? Zəng zat nədir? Mənə atamı tapın. Artıq mən sizə insan hüquqlarında şikayət edəcəm. Allah sizin bəlanızı versin. Bağlayın telefonu. Nə oldu bu var? Yaxşı xanım, telefonu söndürmək yaddan çıxsın. Ben seni demiştim hayatım, gördün. Atamın cəsədini elə gizlətmişik ki, heç polis belə tapa bilmədi. Artık kimse için bir sokakta bayılmam. Defalarca kırsalar da hiç kimseye darılmam. Hatırı kalır sol yanımın, vicdanımla savaşmam.